Sağ ol, sağ ol. Allah sağ sağlık. Güzel balam, sağ ol. Ellerin var olsun. Cennete gidenlerine buranın nefes alıp buranın asıl yolu cennete gidenlere Allah'ın sayar. Allah şəhidlərimizə də rəhmət eləsin. Prezidentimize de can sağlığı versin. İnşallah bizim umutumuzu da bərpa eləsin. Umutlu cemaati gelsin öz vətənində torpağına. Biz prezidentimize güvenirik, inanırıq. Prezidentimiz kendimizi bərpa eləyəcək. Yaşasın vətənimiz, Azərbaycanımız. Oldu. Sağ ol, uğurlar olsun. Allah Mehmet ya Ali. Buradan yine Royal balam dediği kimi umutlu cemaatini salamlayıram. Bugün ayın 17'si Aprel'di. Güzel vətənimiz, güzel torpağımız olan Ağdərə rayonunun Umutlu kəndindəyik. Allah bütün dünyadan köçən əzizlərimizə qəni-qəni rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, veteranlarımıza da yine can sağlığı arzu edirəm. Prezidentimizə də uzun ömür, can sağlığı. Onun güclü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad oldu. Bugünə min şükür, bugünə min şükür. Mən arzu edirəm ki, bu il Allah'ın köməkliyi ilə biz umutlu cemaati öz kəndimizdə inşallah prezidentimizin köməkdarlığı ilə kəndimiz bərpa olunsun. Bu illəri umutlu cemaati kəndimizdə məskunlaşdılar. Biz tilsimi qırdıq. Belə tilsimi qırdıq ki, gördüyünüz kimi Əmoğlu burada taxıl əkir, Şakir Əmoğlu. Allah ona da can sağlığı versin. Əziyyəti böyükdür. Bu yerlər belə deyildi vallahi. Bu yerlərdə gəzmək mümkün deyildi. Allah otları 3 metr hündürlükdəydi. Əziyyət çəkib, təmizləyib, çox sağ olsun. Söhbət o deyil ki, o əkifdir. Amma söhbət odur ki, cemaat üçün, el üçün çalışır. Sahələrimizi gətirib, çöp doğrayanla təmizləyib, bugünkü gündə biz burada işləyirik. Allah ona da can sağlığı versin. Bu yerdən də çox-çox xeyir versin. Gözəl umutdum. Mənim uşaqlıqdan arzum oydu ki, yəni biz yəni torpağımıza nətər deyim, bağlı olaq. Buna da min şükür, elə torpağımıza bağlıyıq, torpağımızı da unutmamışıq. Kimlər unutsa da biz umutlu cemaati, öz vətənimizi, öz torpağımızı, öz kəndimizi, öz elimizi sevirik. Ona görə də umutlu cemaati hamısı arzu edir ki, bu illəri bizim bu kəndimiz bərpa olsun. Prezidentimizin köməyi nəticəsində biz umutlu cemaati gələk öz kəndimizdə yerləşək. Ağdərənin yeganə kəndlərindən biridir ki, umutlu kəndi. Ermənilər bu kəndi dağıtmayıblar. Naborotda bu kəndi yaşadıblar, canlandırıblar. Bugünə min şükür. Arzum gene odur ki, yani arzu eləmişdim ki, torpaqlarımız işğaldan azad olunsun. Mən gələm oğlumla, üzr istəyirəm ifadəmə görə, gözəl balamla bu kənddə əziyyət çəkəm. Zəhmət çəkəm, umutlu kəndində, öz torpağımızda əziyyətimi, gücümü bu torpaqlara həsr edəm. Şükür Allah'ın adına. Arzuma çatdım. Bugün öz torpağımızdayıq, elimizdəyik, obamızdayıq, kəndimizdəyik. Siftə işimizi buradan məktəbin altından başladık.
Dedik koy sürpriz olsun. Buyurun bakın. Sağ olun. Gelen videolarımı inşallah izlemede kalın. İnşallah gelen videolarımı da çekip size göstereceğim. Burada bir balaca danışığı dayandırıram. Sessiz video devam edir. Salamat kalın.